Yoldaşlar, xoş gördük hər birinizi. Dövlət İmtahan Mərkəzinin test toplusundan, yəni DİM-in test toplusundan sizlər üçün sadə cümlənin təsnifatı, məqsəd və imtahanata görə cümlənin növünə nəzər salacaq. Gəlin vaxt itirmədən başlayaq. Biri əmr cümləsidir. Gör tali bizi haralara gətirib çıxardı. Deməli, əmr şəklində olmadığı üçün bu feil, bu cümlə nəqli cümlə sayılır. Yel kimi keçməsin vaxt üstümüzdən. Yadınıza saxlayın. Sın, sin. Bunlar yalnız əmr olur, yaxşı. Başqa bir şey ola bilməz. Cavab B variantıdır. Var olsun dünyada yaradan əllər. Var olsun dünyada yaradan əllər. Burada var olsun feil əmr şəklində olsa da sonda nida olduğu üçün bu nida cümləsidir. Bunu çıxın. Bax, burada nida var, burada nida cümləsi, bunu da çıxın. Biz kəşfiyyata getməliyik. Malaməli vacib şəkildə, bu da nəqli cümlədir. Cavab olur B variantı. Əmr cümləsi hansıdır? Bir dəqiqə bunu biraz balacalaşdıraq. Aha, əmr cümləsi hansıdır? Fatimə nənəsi ilə getməlidir. Baxın, ilk olaraq gəlin buranın D-ni çıxaq, çünki nida var, nida cümləsidir. Getməlidir vacib şəkildə, deməli bu nəqli cümlə olacaq. Çay da yavaş axsın, çay axsın, sın dediyi əmr şəkildə bunu götürürük. Demək, Nəbinin düşmənləri buradan keçənlərə güllə atarmışlar. Mış görürsünüz, xəbər şəklində bunu da götürürük, silirik, nəqli cümlədir. Siz bizimlə qalmalısınız. Burada malaməli vacib şəkildə, bu da nəqli cümlə olmuş olacaq. Bir nəqli cümlə deyil. Sənin söylədiklərin həqiqətə uyğun deyil. Uyğundur, uyğun deyil bu ismi xəbərdir. Deməli nəqli cümlədir. Təbii ki, hər bir insanın şəxsi həyatı var. Var ismi xəbərdir. Bu da nəqli cümlədir. Bu haqda heç kimə bir kəlmə demə, ha, demə, sən demə. Əmr şəkildir. Burada əmr ədatı da var. Cavabın C-dir. Çünki bu cümlə əmr cümləsidir. Yaralının ümumi vəziyyəti yaxşıdır. İsmi xəbər olduğu üçün nəqli cümlədir. Niyə ismi xəbər olduğu üçün nəqli cümlədir? Çünki feili xəbər, üzr istəyirəm, əmr cümləsi yalnız feili xəbərli olur. Nida olsaydı nida olardı, sual olsaydı sual olardı. Əlbəttə məqsədindən uzaq düşməməlisən. Burada da malaməli vacib şəkli var. Deməli nəqli cümlədir. Əmr cümləsi müəyyən edin. Zamanın hökmünə döz yavaş-yavaş, sən döz ikinci şəxsin təkindədir. Şəxs şəkilçisi qəbul edilmir. Cavab variantıdır. Hər şey insana baxsın. Nidanı görürsünüz, nida cümləsidir. Daha sonra bir zamanlar insanlar ehtiyacını yaşamışlarmış xəbər şəkildə nəqli cümlədir. Malaməli vacib şəkildə nəqli cümlədir. Zamanın dərini zaman unutmuşdurmuş burada xəbər şəklində olmuş olacaq. Çünki zaman şəkilçisidir. Əmr cümləsi. Yetər, ayaqlarda süründük, yetər. Nida cümləsidir, bunu çıxacaqsınız. Gedib babana baş çəkməlisən, əmr şəklində deyil. İnanma dünyanın yalanlarına, sən inanma, bu ikinci şəxsin təkindədir, əmr şəkildə, şəxs olmağı yoxdur. Kürdəmirdə yaşamışdır, xəbər şəklidir. Unutmamalıyıq, malı vacib şəklidir. Nidanın işləndiyi nida cümləsi. Aman diləyənə aman ver, Allahım. Burada nida yoxdur. Aman diləmək feildir, aman vermək feildir. Ata, həbs etdilər yazıq Eldar, burada nida yoxdur. Burada ax görürsünüz, ah nidadır, eyni zamanda nida cümləsi olmuş olacaq. Biri əmr cümləsidir, digərlərində nida yoxdur. Biri əmr cümləsidir, siz də bizimlə gedin, siz gedin əmr şəklindədir, ikinci şəxsin təkində şəxs olmağı yoxdur. Gedirsiniz, bu xəbər şəklindədir, nəqli cümlədir, vacib şəklindədir, nəqli cümlədir. Qardaşın tezlə qayıdacaq, qayıt sözün kökü acaq xəbər şəklindədir, nəqli cümlədir. Bu ilin də baharı belə gəldi xəbər, belə getdi xəbər şəklindədir. Deməli nəqli cümlədir. Sual ədatlarından sual cümləsi. Sual ədatı bəs, məgər, yəni, m-kidir. Düzdür, görək bu harda var. Deməli sizi, yəni dostlarımı necə tərk edin, burada yoxdur. Zahidi necə görək, ay uşaqlar, burada da yoxdur. Burada necələr? Sual əvəzli idi. Saat 5-də bizə gələ bilərsən, əziz qardaşım, burada da bir şeylər yoxdur. Nə üzrə mən geri dönüm bu qürbətdən? Burada da yoxdur. Ay xanım, yəni onu tapmaq çox çətindir. Burada yəni sual ədatıdır, cavab E variantıdır. Sonda da sual işarəsi var. Sual ədatı dedik, bəs, məgər, yəni, m-ki. Burada da məcəri görürsünüz, cavab C variantı. İntonasiyanın köməklə yaranmış sual cümləsi. Sən vətənini belə çox istəyirmişsən. Görürsünüz, burada heç bir şey yoxdur. Yalnız intonasiyadır, cavab adı. Burada niyə var sual əvəzliyidir. Burada yəni var sual ədatıdır. Burada neçə var sual əvəzliyidir. Burada bəs var sual ədatıdır. Sual cümləsi hansı sual ədatının köməyi ilə düzəlib. Burada necə sual əvəzliyidir. Burada neçənci sual əvəzliyidir. Daha sonra nədəndir sual əvəzliyidir. Haradan sual əvəzliyidir. Amma burada doymaq olarmı? M sual ədatı deyə cavabın C olmuş olur. Sual ədatının köməkli yerindən sual cümləsi müəyyənləşdirin.
Sual ədatı. Rəssamlıqda dəniz tabloları nə adlanır? Sual əvəzli idi. Nə olmuşdur? Sual əvəzli idi. Neçənci sual əvəzli idi. Kitablar, dərsliklər də dəyişəcəklər. Burada yalnız intonasiyadır. Burada da m-nı görürsünüz. Sual ədatıdır. Bilirsiniz ki, dadən sonra gələn m ayrı yazılır. Hansı sual cümləsi cavab tələb etmir? Ritorik sual, yəni cavab tələb etməyən sual bizə lazımdır. Baxaq. Aha. Sual cümləsi. Hansı rəsm əsərləri natrimort adlanır? Konkret cavab var, düzdür? Səndə mi tətbiq edəcəksən? Burada konkret cavab var. Deyirəm gələcəm, yoxsa yox. Tətillər ona gələcəksənmi? Deyirəm gələcəm, yoxsa yox. Dəliyə öyrün nə faydası var? Dəliyə öyrün nə faydası var o deməkdir ki, bunun cavabı elə bunun içindədir. O deməkdir ki, dəliyə öyrün faydası yoxdur. Yəni bu cavab almaq məqsədi üçün deyilmir. Bu sadəcə məcaziliyi, obrazlığı artırmaq üçündür. Doğrudurmu? Dəniz rəsmləri çəkən rəssamlara narsist deyirlər. Deyəcək ki, doğrudur, yoxsa doğru deyil. Bir də burada eyni işarələməyi unutmuşam. Aha. Hansı cümlədə haqqında verilmiş fikirlərin biri doğru deyil. Cümlə haqqında verilmiş fikirlərin biri doğru deyil. Bir sözdən ibarət ola bilər. Məsələn, deyirəm ki, gəl. Və yaxud deyirəm ki, axşamdır. Görürsünüz, bir sözdən ibarət cümlədir. Məqsəd intonasiyaya görə 3 növ var. Niyə? Nəqli, sual, əmir, nida. 4 növ var, 3 növ yoxdur. Qrammatik əsas olur, bəli. Quruşca sadə əmrək olur, bəli. Bitmiş fikir ifadədir, bəli. Sual cümlə biri həm sual ədatı, həm də sual əvəzliyinin köməyi ilə yaranıb. Gəlin bu rəngi dəyişək biraz. Gözümüz yorulmasın. Qəlbimiz yəni şərəfli günlər unudularmı? Qələbəmiz yəni. Burada yəni aydınlaşdırma bağlayıcısıdır. Bir dənə burada m sual ədatı var. Bunu çıx. Nədir kür üstündə gördüyüm bu söz? Nədir sual əvəzliyidə ədat yoxdur. Ən böyük həqiqət budurmu? Ən burada ədatdır. M da sual ədatıdır. Bunu çıx. Bax, ən qüvvətləndiricidir. Bəs siz necə düşünürsünüz? Bəs sual ədatıdır. Necə sual əvəzliyidir? Cavabını dedi. Görəsən biz də tələb olacağıq. Burada bir dənə sual ədatı var, əvəzlik yoxdur. Biri əmr cümləsidir. Hər qaranlıq gecələn bir işıqlı gündüzü var. İsmi xəbərdir, əmr cümləsi ola bilməz. Əmr cümləsi yalnız fe'li xəbər olur. Mən az görməmişəm bu sarayları. Burada görməmişəm. Gör sözün kökü mamə inkarmış zaman xəbər şəklidir. Cümlə bitmiş fikir ifadə edir. Xəbər şəklidir. Ay haray, kəndi su aparır xəbər şəklidir. Ay palat, torpaqdan sən əskik olma, sən olma ikinci şəxsin təkindədir. Şəxs şəkilsi yoxdur. Uyğunluğu müəyyənləşdirin, sual, nəqli əmr. Dağdan atılan güllələr buranı tutmaz. Görürsünüz, m inkardır, az burada zamandır. Sonda nida yoxdur, sual yoxdur. Eyni zamanda əmr şəkli yoxdur. Deməli, nəqli cümlədir. Ona görə A-nı yazın bura. Burada sual var. B-ni yazın nağdı sual cümləsinə. Daha sonra burada nida harda var? Nida baxaq şuraya bir. Nida görmürük. Gəlin cümlələri oxuyaq. Bu günə qədər uşaqlar gecikib ki, bunu dedik. Mən gərək bunu sizə deyim. Mən deyim, bu da əmr şəklindədir. Çünki şəxs şəklisi qəbul edib. Birinci şəxsin təkindədir. C-ni də yazın əmr cümləsinə bura. Hər şeyi adamın üzünə vurmazlar. Hər şeyi adamın üzünə vurmazlar. Bu nəqli cümlədir. Normal bir cümlədir. O görə bunu da yazaq nəqliyə. Heç burada nida cümləsi yoxdur. Mən indi axtaram bayaqdan. Vaqif, indi get. Saray həyatımın südünü tərk et. Sən get, sən tərk et. Bu da əmr şəklində olan feildir. Ona görə əmr cümləsi olacaq. Eyni də yazaq bura. Necə oldu? 1B, 2A-D, 3C, 1B, 2A-D, 3C. Cavab oldu D variantı. Davam edelim. Hansı bənddəki sual cümləsi sual əvəzli işlənib? Azərbaycan dili qədər incə zərif dil varmı? Burada ədatdır, bunu çıxacaqsan. Arsız, aşıq, elsiz niyə yaşadı? Niyə burada sual əvəzidir? Məgər sual ədatıdır, m sual ədatıdır. Nə deyərdən gəlirsiz? Nə sual əvəzidir? Hansıda sual yenə əvəzlidir. Deməli 2, 4 və 5, yəni D variantı olmuş olacaq. Daha sonra nümunələrin birinə sual cümləsi sual əvəzliyinin iştirakı ilə yaranmamışdır. Bura 2 sual əvəzliyinin iştirakı ilə böyük günah sahibi 2. Buraya ədatda əvəzlik deyil, cavabın A variantıdır. Burada nə vaxt var, çıxacaqsan. Burada niyə var, çıxacaqsan. Burada nə var, çıxacaqsan. Burada necə var, çıxacaqsan. Deməli, klasteri tamamlayan nümunələri müəyyən edin. Sual cümləsinə çevrilməyən cümlədir. İstəklərinizə doğru getməklə uğur qazanın. Görürsünüz, bunu suala çevirə bilmərik.
İdealınıza xas çalarlarla xarakterinizi zənginləşdirin, deyə bilərik. Yox, ona görə bunu götür. Tənbəlliyə mübtəla olan məsuliyyətin önəmini dərk etməyəndir. Buna sual cavabı deyə bilərsiniz. Səni mət edəndən uzaqlaş və özünü ondan gözlə. Yox, deyə bilmərsən, məntiqsiz olur. Tamah zəncirini ancaq zəncir qıra bilər. Bunu deyə bilərik. Ona sirrimizi deyil, önəmli olan sözləri deyim. Bunu da deyə bilərik. Elə bunun cavabı 1-3, yəni B variantı olmuş olur. Daha sonra baxaq 21-ci sualdan görək hara getdi 21. O iş yoldaşları haqqında çox sözlər demişdi cümləsində nöqtələrin yerinə hansı söz yazılsa cümlənin sonunda sual işarəsi hökm olar. O doğrudan da yazsaq, o doğrudan da iş yoldaşları haqqında yaxşı sözlər demişdi, nöqtə qoya bilərsiniz. O həqiqətən sözlər demişdi, o yəqin demişdi. Amma olmayan desəz, o olmaya iş yoldaşları haqqında yaxşı sözlər demişdi. Görürsünüz, bu nəqli ola bilməz də. O olmaya iş yoldaşları haqqında yaxşı sözlər demişdi. Bu hökmən sual olmalı deyə cavab B olmuş olacaq. Çünki bu olmaya bir məhsuldur axı. İgidlər qılınclarınızı qından çıxarın cümləsini məqsəd intihas görə hansı növdə işlətmək olmaz. Birinci onu sizə deyim ki, izahda demişdim ki, çıxarın əmr şəklində olan feildir. Bunu heç vaxt nəqli cümləyə çevirə bilmərik. Deməli bir cavab olacaq nəqli. Nida qoysa olacaq nida cümləsi. Yaxşı, gəlin görək bəs sual eləyə bilərikmi? İgidlər qılıncınızı qından çıxarın. Belə sual olmaz deyə. Elə nəqli ilə sualı götürəcəyik. 22-ci cavab olacaq elə B variantı. 23 yanlış fikir. Əmr cümləsinin qurulmasında əmr ədatları iştirak edə bilər. Doğrudur. Əmr cümləsinin sonunda nöqtə qoyulur. Doğrudur. Nəqli cümlənin intonasiyasının dəyişməsi ilə əmr cümləsinə çevirmək olur. Xeyr, dedi ki, nəqli cümləni əmr cümləsinə çevirmək olmaz. Çünki nəqli cümlənin xəbəri əmr yox, digər şəkillərdə olur. Amma əmr cümləsinin xəbəri yalnız feilin əmr şəklində olur. Nida cümlələri intonasiya və nidaların köməyi ilə yaranır. Doğrudur. Sual cümlələrinin bəzisini söz cümləyə cavab vermək mümkündür. Deyirəm, dərs oxumusan, deyirsiniz, bəli, bu da söz cümlədir. 24 klasseri tamamlaya bilməz. Əmr cümləsinin qurulmasına əmr ədatları iştirak edə bilər. Doğru fikirdir. Doğrunu tamamlaya bilməməsi üçün səhv fikir, yəni mənfilər seçməliyik. Mübtəlası bütün şəxslərdə ola bilmir. Əmr cümləsinin mübtəlası bütün şəxslərdə ola bilmir fikri yanlışdır. Ola bilər də mən yazım, sən yaz, o yazsın, biz yazaq, siz yazın, onlar yazsınlar. Elə səhv variantıdır. Xəbər əmr şəklində olan bütün cümlələr əmr cümləsi deyil. Bu doğrudur. Xəbər əmr şəklində olan cümlənin sonuna nida qoysan nida olacaq axı. Sual qoysan sual olacaq. Ona görə bəli, xəbər əmr şəklində olan bütün cümlələr sual cümləsi deyil fikri doğrudur. Xəbər malı şəkildə fe'lə ifadə olunmur. Düzdür, çünki malım vacib şəkildir. Əmr cümləsinin xəbəri vacib şəklində olmur. Nöqtə qoyulur, doğrudur. Xəbəri bir qayda olaraq fe'lin əmr şəklində olur. Bunu da dedim indi, doğrudur. Məqsəd intonasiyaya görə sadə cümlənin hansı növündə ola bilməz. Ağıllı adam dinləməyi və nəticə çıxarmağı bacarandır. Baxın, görürsünüz, bacaran fe'li sifətdir. Düzdür, bunu nöqtə qoysaq, ağıllı adam dinləməyi və nəticə çıxarmağı bacarandır. Sual qoya bilsə, sual cümləsidir. Nida qoysaq, nida cümləsidir. Hal-hazırda nöqtə var, nəqli cümlədir. Amma demişdik ki, nəqli cümləni əmr cümləsinə çevirə bilmərik, ona görə cavab C-dir. Hansı cümlədəki nöqtələrin yerinə bütün sözü yazılsa mühakimə doğru olar. Bütün sual cümlələri sual ədatla yaranır. Xeyr, bəlkə sual ədatı yoxdur, sual əvəzliyi var və yaxud da yalnız intonasiya var. Bütün nəqli cümlələr fe'li xəbərli olur. Xeyr, nəqli cümlə ismi xəbərli ola bilər. Bu nəqli cümlənin yerinə əmr cümləsi olsaydı ola bilərdi. Nida cümlələri nidaların köməyi ilə yaranır. Xeyr, ola bilsin ki, nida olmasın. Sonda nöqtə qoyulan cümlələr nəqli cümlələrdir. Xeyr, sonda nöqtə əmr cümləsinə sonda nöqtə qoyulur. Bütün əmr cümləsinin xəbəri fe'lin əmr şəklində olur. Bu 100% doğrudur. Əmr cümləsini müəyyənləşdirin. Həyatın qəribə qanunları var. Var predikativ söz ismi xəbər sayılır. Bu isə əmr cümləsi ola bilməz. Bunu çıx. Burada görsən nidanı, bu da əmr cümləsi olmaz. Gəl bir nəvəsi çıxaq cavabdan görək nə qalacaq. İki cavabımız qaldı. Aldanma dünyanın var dövləti. Sən aldanma. Görürsünüz əmr şəklindədir. Ölkəmizin qazandığı uğurla sevin, sən sevin əmr şəklindədir. Sabahki iclasa yaxşı hazırlaşarsan, hazırlaşar. Görürsən xəbər şəklini. Deməli, ola bilməz. Bu da cavabın 2-4 olacaq. Yəni D variantı 28. Əmr cümlələrini müəyyənləşdirin. Nadana ürəyinin odunu vermə, sən vermə əmr şəklindədir. Həyat sən necə şirinsən, sən şirinsən əmr şəklindədir. 1-2. Aha, baxaq, niyə uyğun gəlmədi bu? Həyat, üzr istəyirəm. Axı şirin sən ismi xəbərdir. Şirin sifət deyil. Şirin sən ismi xəbərdir. Axı əmr cümləsi ismi xəbər olmaz. İçini çıx. Sən hər şeyi vaxtında yerinə yetirməlisən. Bu malum əli vacibdir. Bunu da çıx. Nəqli cümlədir. Təbiət rəssamların və heykəltaraşların ilham mənbəyi olmuşdur. Zaman şəkilçisi var. Xəbər şəklindədir. Qoy bu dərdi öz çiynimdə daşıyım, mən daşıyım. Əmr şəklindədir. Cavab olur 1 və 5. Yəni D variantı. Görürsünüz, baxın, bu
İsmi xəbər olduğu üçün bunu çıxdıq. Əmr cümləsini müəyyənləşdirin. İndi hər kəs öz yerində əyləşsin. Sın əmr şəklində demişəm, görən kimi götürürsünüz. Zaur kitabları da gətirməlisən, malım əli vacib. Bu ellər bağında doğma bir quşam. İsmi xəbərdə bunda çıx. Buyruq sizinkidir. İsmi xəbərdə bunda çıx. Kaş ki düşməyəydim. Düşməyəydim, kaş düşməyəydim. Düşmə bu arzu şəklindədir bunda çıx. Yəni nəqli cümlədir. Səhv fikir. Bütün sual cümləsində sual intonasiyası olur, doğrudur. Bəzi ədədlər sual intonasiyası yaradır, doğrudur. Dilimizdə nəqli cümlələr daha çox işlənir, doğrudur. İsmi xəbərli cümlələr də əmr cümləsi ola bilər. Xeyr, əmr cümləsi yalnız fe'li xəbərli olmalıdır. Nida cümlələrində iştirak olmalıdır, yarana bilər. Bəli. Doğrudur. Düzdür, bizə səhv lazımdır axı. Bunda çıx cavab qalsın D variantı. Sual cümlələrinə aid doğru işləri müəyyənləşdirin. Baxırıq 31-ci suala. Sual cümlələri yeni məlumat almaq yaxud məlumatı dəqiqləşdirmək üçün işlənilir, doğrudur. Sual cümlələri sual əvəzi, sual ədəti və sual intonasiyasını köməklə düzəlir, doğrudur. Sual əvəzi ilə yaranan cümlələri təsdiq və inşa bildirən sözlərə cavab vermək olur. İzahlarda demişəm ki, sual əvəzliyi ilə yaranan sual cümlələri sən konkret olaraq cavab verməsən, təsdiq inşa ədətinə cavab verə bilmərsən. Yəni sual əvəzindən sən sual versəm, hə yox deyə bilmərsən. Deyirəm ki, bu gün ayın neçəsidir? Neçəsidir? Hə yox deyə bilərsən? Yox, konkret olaraq cavab verməlisən də 3-dür, 5-dir. Onca 3 səhvdir. Sual ədətlə yaranan cümləyi təsdiq inşa ədətlərə cavab vermək olmaz. Xeyr, olar. Sual ədətə. Deyirəm, gəlirsənmi? Deyirsən, hə, yox. Bu doğrudur. Üzr istəyirəm, səhvdir. Bunda çıx. Sual ədətinə yarananda təsdiq inşa ədətinə cavab vermək olur. Sual əvəzinə yarananda təsdiq inşa ədətinə cavab vermək olmur. Sual cümlələri yaratmaq üçün nəqli cümlənin intonasiyasını sual intonasiyasına çevirmək lazımdır. Bu doğrudur. 2 və 5-i 1, 2, 5 götürsək elə E variantı olmuş olacaq daha sonra. Sual əvəzliyi vasitəsilə yaranan sual cümləsi. Qaynanana zalım oldun, dilindən xəbərin varmı? Burada yoxdur. Nədir? Burada nədir var? Burada məcər sual ədatıdır. Burada nə var? 72 yolun hansı? Burada da hansı var? 2-ni götürürsən, 4-ü götürürsən, 5-i götürürsən. Daha sonra sual əvəzi vasitəsilə yaranmış sual cümləsi. Sən nə ağıllı qızsan? Burada nə sözü, necə sözünü əvəz eləyir. Sən necə ağıllı qızsan? Ona görə bu deməli, üstəlik də belə bir şey deyim sizə. Bax, sual nida varsa, sonda hansı gəlibsə, həmin növdə olur. Sonda nida var deyə bu nida cümləsidir. Yaxşı, ümumiyyətlə bu sual cümləsi deyil. Buradakı nədə əvəzlik deyil, ədatdır. Əhməd haradadır filmi. Burada haradadır sual əvəzliyidir. Uşaqlar bizim tərifə gələr, yəni sual ədatıdır, bundan işin yoxdur. Onlar nə vaxt, burada nə vaxt var, bunu da götür. Nailə qızım, sən hansı, burada hansı var, bunu da götür. Elə 33-ün da cavabı olsun 2, 4, 5. Davam edirik. Aha. Növbəti sual buradadır. Doğrudur, yanlışdır. Sual cümlənin xəbəri əmr şəklində ola bilər. Bu doğru fikirdir. Ona görə A-nı yazaq doğrudura. Sadə nəqli cümlənin xəbəri feilin bütün şəkilləri ilə ifadə olunur. Sadə nəqli cümlənin xəbəri feilin bütün şəkilləri ilə. Axı, necə bütün şəkli olsun? Axı, əmr cümlə şəkli olsa bu nəqli yox, əmr olacaq. Ona görə B yanlışdır. Əmr cümləsinin xəbəri hər 3 şəxsdə olur. Bu doğrudur. Bayaq dedim də, əmr şəkli mən yazım, sən yaz, o yazsın ola bilər. Nəqli cümlənin intonasiyasını dəyişməklə sual və əmr cümləsini çevirmək olar. Nəqli cümləni əmrə çevirmək olmaz. D-də yanlışdır. Düzgün cavab olacaq 1 A, C, 2 də B-dir. Bu qədər yoldaşlar, sağ olun, sağlıqla qalın.